Mənim balalarım, bugün sizin görüşünüzə yeni bir nağıl ilə gəlmişəm. Nağılın adı Tərs keçilərdir. Biri var idi, biri yox idi. Günlərin bir günü iki keçi körpünün üstündən keçirdi. Körpünün keçidi elə dar idi ki, üz-üzə gələndə mütləq kimsə o birinə dönüb yol verməli idi. Üz-üzə gələn keçilər bir-birinə baxdılar. Biri o birinə yol ver mənə. O birisi, bax, böyüksən ki, sən kimsən ki, mən sənə yol verim? Hər halda mən səndən bir yaş böyüyəm. Sən mənə yol verməlisən. Heç vaxt deyə o biri keçi dedi. Bu anda keçilər bir-birinə yol vermədilər və başladılar buynuzlaşmağa. Dava o yerə çatdı ki, keçilərin hər ikisi yıxılıb suya düşdü. Bax, tərs keçilərin sonu belə oldu. Nağılı hər zamanki kimi sizə Sayı nənə danışdı. Sağ olun mənim balalarım. Gələn görüşlərədək.